Qusar şəhər 4 nömrəli tam orta ümumi təhsil məktəbində Quba Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən STEM layihəsi tətbiq olunan ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilmiş Tek Novruz adlı regional STEM yarışı. Uşaq Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvləri və peşə təmayüllü sinifləri arasında aşpaz, qənnaşçı və dərzi ixtisasları üzrə Novruz bayramı və şəhərsalma və memarlıq ilinə həsr olunmuş yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Qusar rayon İcra Hakimiyyəti başçısı aparatının başçının müavini, İctimai Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Ceyhun Hacıyev və Quba Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev iştirak ediblər. Tədbir əvvəlində qonaqlar şagirdlərin hazırladıqları müxtəlif əl işlərindən ibarət sərgiyə baxış keçirib. Sərgidə şagirdlərin yaradıcılıq nümunələri, texnoloji layihələri və peşə bacarıqlarını əks etdirən işlər nümayiş olunub. Tədbirdə çıxış edən Ceyhun Hacıyev və Coşqun Əliyev şagirdləri əldə etdikləri uğurlara görə təbrik edərək, belə yarış və müsabiqələrin keçirilməsinin gənclərin yaradıcılıq potensialının inkişafına, onların texnologiya və innovasiyalara marağının artırılmasına, həmçinin peşə bacarıqlarının formalaşmasına mühüm tövhə verdiyini qeyd ediblər. Sonda müsabiqə qaliblərinə Quba Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən fəxri fərmanlar təqdim olunub.